Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun. Salam dəyərli şagirdlər, iş dəftərindən 6.4 duzlar bölməsinin suallarına baxırıq. Duzlar nəyə deyilir? Hər hansı bir duz nümunəsinə duzun tərifini və tərkibini əlaqələndir. Məsələn, natrium 2SO4 deyək. Metal və turşu qalığından metal hissədə budur, turşu qalığı da budur. Turşu qalığından ibarət birləşmələrdir. Yaxud da bu amonim də ola bilər. Metal əvəzinə NH4NO3. Amonim iyonu. Bu da turşu qalığı. Verilmiş duzları cədvəlin uyğun xanalarına yaz. Bütün duzlar istifadə olunmur. Xloridlər deyirsə, bax, xlorid turşusu nədir? H-xlor, nitrat. HNO3, sulfat H2SO4, ortofosfat H3PO4, sulfit H2S'dir. Bunlara uyğun duzlar seçməliyik. Nitrat, kalium NO3, baxın, görürük, turşu qabımız budur. Kalium NO3 buradadır. Natrium xloroid, bu xloratdır, xlorid deyil, götürmürük. Bu nitrit duzudur, sulfit duzudur. Sulfit varmı burada? Yoxdur. Bu isə bax, sulfidir. Bu sulfitdir. Orta fosfat. Kalsiyum 3, PO4, 2. Xlorid tuzudur bu da. Alüminium xlor 3. Sonra kalium 2SO4 bu sulfatdır. Bu da heç birinə aiddir. Metafosfat tuzudur. Natrium xlorid. Bu da xloridə aiddir. Bu perxloratdır. Bu karbonatdır. Nitrat. Nitrat var idi burada. Qeyd eləyək. Və sulfat. Barium sulfat. Duzların formulunu və adını yaz. Natrium sulfat, natrium 2SO4. Baxın, bunu hardan bilirik? H2SO4, H3PO4. Baxın, hidrogen birvalentli olur. SO4 bu turşu qalığı hissəsi ayrı-ayrı baxmırıq. Yəni şurada ayrı, oksigen ayrı baxmayın. Onu da vaxt bitirəcəksiniz. Bu turşu qalığının valentliyin hidrogen sayına baxaraq bilə bilərsiniz. Bu 2 valentlidir. Bu hissə 2 valentlidir. Natrium da 1 valentlidir də. Çarpaz keçirdirdik valentliyi yadınızdadsa. 2 bunun ayağına, bir də bura bir yazılmır. Ona görə natrium 2SO4. Kalium da 1 valentlidir. Ona görə kalium 3PO4. PO4 hissəsinin baxın, valentliyi 3-dür. Alüminium nitrat. Alüminium 3 valentlidir. Nitrat turşu qalığı isə 1 valentlidir. Ona görə alüminium ayağına heç nə düşmür. Nitrat tərəfə 3 düşür. Dəmir xlorid, H-xlor belədir, baxın. Turşu qalığı hissəsi 1 valentlidir. Dəmir 2 valentli olduğu üçün xlorun ayağına 2 düşdü. Ammonium sulfat, NH4 də 1 valentlidir. NH4 ona görə mötərizə cəlb ayağında 2 yazırıq. Mis 2 nitrat. 2 olduğu üçün mis ayağına 2 yazırıq nitrat tərəfin, NO üçün. Kalsiyum xlorid, kalsiyum xlor 2. Bunun adını yazaq. Deməli, metal sabit valentlidirsə, metalın adı. Turşu qabının adını yazırıq. Barium xlorid. Burada metal dəyişkən valentlidir. Dəmir 2 valentli ola bilir, 3 valentli. Burada 3 valentlisidir, ona görə yazırıq. Dəmir 3 sulfat. Kalium sabit valentlidir. Kalium sulfat. Sink sulfat. Kalsiyum karbonat. Natrium ortofosfat. Xrom
Xrom da dəyişkən valentlidir, ona görə bura 2 yazır. Xrom 2 nitrat. Dördüncü suala baxaq. Suda həll olan və həll olmayan duzları müəyyən et. Kalium nitrat. Yadda saxlayın. Kalium, natrium, amonium, sonra NO3. Bunları harda görsəz, baxın bu dördün. Bunlar hamısı suda həll olanda duzları. Həll olur. Bu həll olmur. Həll olur. Həll olmur. Kalsium karbonat da həll olmur. Sink nitrat, baxın nitrat NO3 gördünüz, həll olur. Sink sulfid həll olmur. Natrium xlorid, bu həll olur xörək duzunun əsl tərkib hissəsi. Maqnezium ortofosfat həll olmur. Ümumiyyətlə ortofosfatların karbonatlarını ancaq kalium, natrium, amonium duzları həll olur. Mis 2 nitrat həll olur. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Barium xlorid həll olandır. Qurğuşun 2 sulfat həll olunur. Dəmir 2 sulfat həll olur. Alüminium xlorid həll olandır. Kalsium sulfat olmur. Mis 2 karbonat həll olunur. Gümüş 1 xlorid həll olunur. Amonium gördüksə həll olur. Xrom 3 sulfat bu həll olandır. Lityum sulfat bu da həll olandır. Sulfatın ümumiyyətlə gümüş, barium, qurğuşun, kalsium, stronsium bunları həll olunur. 5-ci suala baxaq. Suda həll olan bəzi duzları kristallaşdırıb məhluldan ayırdıqda kristalların daxilində kationlar və ya anionlar ilə birləşən su molekulları qalır. Belə maddələrə kristal hidratlar deyilir. Aşağıdakı kristal hidratları adlandır. Duzun adını deməli əvvəlcə dəmir, 2 sulfat, 7 neçədir? Hepta. Heptahidrat deyəcəyik. Heptahidrat. Burada da natrium sulfat, deka, dekahidrat. Sonra bunu isə yazmalıyıq. Mis 2 sulfat, pentahidrat, penta 5'dir. Natrium karbonat, dekahidrat, 10H2O belə. Kalsium sulfatın təbiətdə tapılan kristal hidratında kükürd və oksigen atomlarının sayı nisbəti 1-in 6-ya olan nisbət kimidir. Kalsium sulfatın. Aha. Biz də bax görürük bunun içərisində su nə qədərdir. Kükürd və oksigen atomlarının sayı. Kükürd burada neçə dənədir? 1 dənədir. 1-in 6-ya nisbəti olmalıdır. 4 dənə buradadır. Deməli burada 2 dənə olmalıdır ki, 1-in 6-ya nisbəti olsun da oksigenlərin ümumi sayı 6-dan olsun deyə. Formulunu tərtib et, adlandır. Formulu belədir. Bunu yazırsınız siz ancaq. Addisi olacaq kalsium, sulfat, deməli dihidrat. Aşağıdakı cihazın stəkanı, cihazın stəkanına, yəni bunu nəzərdə tutur. Alüminium sulfatı məhluluna əlavə etdi. Lampa yanarmı? Cavabını əsaslandır. Alüminium sulfat çöküntü deyil. Belə yazə bilərsiniz. Çöküntü deyil, lampa yanar. Elektrik cərəyanını keçirər çünki duz. Uyğunluğu müəyyən et. Baxaq. Deməli. Yəni, burada nə qədər müsbət, mənfi var, ona əsasən baxmalıyıq. Deməli, 4 dənə müsbət var, 4 dənə mənfi var. 4 dənə müsbət, 4 dənə mənfi. Bu uyğun olar buna. Çünki bir müsbət olanda NH4 müsbət iyonu, bir dənə də bron mənfi iyon olur. Ta ki, bunun dissosiasiyasını yazsaq.
Belə bir şey olacaq iyonlarını ayırsaq. Aiddir bura. İndi bura baxaq və burada iki müsbətlər yazılır. İki müsbət. Burada iki müsbət olan kalsiumdur. Fikir verirsiniz deməli kalsium 2 müsbət üstə gəl deməli olur 4 dənədir. Yəni normalda da bunu iyonlarına ayırsaq, bundan 1 olanda bundan 2 olur deməli. Bundan 4 olanda bundan da 8 olacaq. Bu da buna uyğun deyil, hə? 2 mənfi, baxın burada 2 mənfi olanda SO4 ionudur. Natrium. 2 natrium müsbət üstə gəl iyonlarına parçalasaq. SO4 2 mənfidir. İndi baxaq 8-ci suala. 8-də deyir, deməli duzlar verib duzların dissosiasiya tənliklərini yaz. Buradan alınır natrium müsbət üstə gəl NO3 mənfi. Buradan alüminium 3 müsbət üstə gəl xlor mənfi. Buradan alınır 2 natrium müsbət üstə gəl CO3 2 mənfi. Buradan kalsium 2 müsbət üstə gəl 2 NO3 mənfi. Buradan 3 kalium müsbət üstə gəl PO4 3 mənfi. Dəmir burada 2-dən olacaq. Dəmir 3 müsbət üstə gəl SO4 2 mənfi. Bunun qarşısına 3 yazmalıyıq. 9-a bax. Bir stəkanda olan distillə suyunda alüminium sulfat başqa stəkandakı distillə suyunda isə kalsium nitrat əldə edilir. Deməli, birincisində alüminium sulfat var. İkincisində kalsium nitrat var. Suda duzlar tam dissosiasiya edir və anionların sayı bərabərdir. Kationların sayı nisbətini tapın. Buradan alınır 2 alüminium 3 müsbət üstə gəl SO4 2 mənfi 3 dənə. Buradakı sayıları əsasən yazırıq. Kalsium 2 müsbət əmələ gəlir buradan da və 2 NO3 mənfi. Bizə nəyi deyir? Anionların sayı bərabərdir. Baxın, bunun sayı 3 olsun, bunun da sayı 2-dir. Necə bərabərləşdirə bilərik? Əgər bundan 2 mol götürsəm, tam ədədlər olan olsun deyə 2 mol deyim. 2 mol götürsəm, bundan nə qədər alınacaq? 6 mol. Çünki 1 molundan 3 mol alınıb, 2 molundan 6 mol. Bunun 6 mol olsun deyə bundan 3 mol götürərəm ki, 3 molundan 6 mol alınsın. 1 molundan 2 alınır çünki. 3-ündən də 6-sı olacaq. Bunu 3 götürsəm, kationun sayı nə olacaq? 3. Daha doğrusu bunu burada yazdım, bu aşağıda yazdım. Kationun da sayı 3 olacaq. Bunu 2 götürsəm, burada kationun sayı 4 olacaq. Kationların sayı nisbətini müəyyən etdir. 4 dənə yuxarıda, 3 dənə aşağıda. 4-ün 3 olan nisbəti olacaq. Deməli, 10 sualda Eylervend diaqramı üzrə ayır deyir. Elektrolitdir. Bunların hər ikisi elektrolitdir. Hər ikisi suda həll olur, elektrik cərəyanı keçirir. 2 mərhələdə dissosiasiya edir deyirsən, normal duzlar 2 mərhələli dissosiasiya etmir normal duzlar. Turşu isə əsaslığından asılı olaraq mərhələli dissosiasiya edir. 3 əsaslıdırsa 3, 2 əsaslıdırsa 2, 1 əsaslıdırsa 1. Aiddir buna. Suda məhlulda SO4 mənfi ionları olur, hər ikisində olur. Normal duzdur deyirsə, bu normal duzdur. Xörək duzu, distillə suyu və xörək duzunun suda məhlulu üçün elektrik keçiriciliyi vermişdir. Xörək duzu, xörək duzu bərçaqda elektrik cərəyanını keçirmir. Nə demək istəyir? Baxaq görək, lampaya görə müəyyən edirik. Hə, lampaya görə müəyyən edək görək, bu hansı. Deməli, birində xörək duzu var, birində distillə suyu var, birində isə distillə deməli, xörək duzunun suda məhlulu var. Lampa yanan xörək duzunun suda məhluludur. Çünki duzun ya ərintisi, ya da suda məhlul elektrik cərəyanı keçir. Bərçalıda elektrik cərəyanı keçirmir. Çünki orada bir elektrik axını olmalıdır da. 3 deməli, xörək duzunun suda məhluludur. Qısa şəkildə yazaq. Suda məhluludur. Bunu necə müəyyən edir? Bu H2O-dur, maye haldır. Bunu bizə demək istəyir, bu molekullardır. Distillə suyudur.
Bu isə bir nədir? İon kristal qəfəsdir. Mənfi, müsbət. Natrium xlordur. Bu isə börək duzdur. Birinci və ikinci halda belə yaza bilərsiniz. Distillə suyu qeyri-elektrolitdir. Elektrik cərəyanı keçirmir. Xörək duzu bərk halda elektrik cərəyanını keçirmir. Üçüncü halda lampanın yanması səbəbi nədir? Deməli, yaza bilərsiniz. Xörək duzu elektrolitdir. Suda məhlulda və ya ərintisi elektrik cərəyanını keçirə bilir. İkinci qatda olan maddə elektrik keçirməsi bağlı ümumi hansı qaydanı söyləmək olar? Elektrik keçirməsi bağlı ümumi hansı qaydanı söyləmək olar? Burada ümumi qayda olaraq belə deyə bilərik ki, duzlar bərk halda elektrik cərəyanını keçirmir. Ancaq suda məhlullu və ərintisi elektrik cərəyanını keçirir. Belə, buradan bu qədər. Sağ olun, salamat qalın. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun.